Qərb sosioloqları, politoloqları belə hesab ediblər ki, Həzrət Muhammed əleyhissalam çox da siyasət və idarəçiliyi bilməyib. Niyə? Çünki özlərinin dediyindən belə görsənir ki, istəyirdi ki, Həzrət Əli gəlsin, amma Həzrət Əlini gətizdirə bilmədi. Bu günlərim amma gətizdirmək çox asan bir məsələdir. Kimsə istədiyin adamı yenə gətirmək çox asan məsələdir və bunu rahatlıqla həll etmək olardı. O eləyə bilmədi. Ona görə ki, o başa düşmür ki, dinin ruhiyyəsi nədir. İstəyirdim başa düşək, niyə görə imamət tövhidin şərti olur? Ümumiyyətlə Allahı tapmaq elə başa düşüblər ki, elə elmi cəhətdəndir. Bu Allahı tapmaq olsaydı, onda ya eyyuhellezine amenu aminu billah. Ey iman gətirənlər, iman gətirən deyilməzdir ki. Yəni insan bu mərhələdə iman gətirməyi bəziləri çox təəssüflə başa düşürlər ki, elə bu qədər kifayətdir və biz də namaz qılmaq. Belə deyil. Allah istəyir ki, əminu billah mərhələsinə çatdırılsın. Bu mərhələyə çatdırılmaq üçün ruh mühümdür, ruh. Zahiri rituallar önəm kəsb eləmir. Onlar vasitəçi rolunu oynaya bilərlər. Gərək ruhun təkamülü baş versin. Burada isə artıq kamil insanın, ilahi övliyanın varlığı zəruridir. Salam Üstad, xoş gəlmisiniz. Salam, xoş gördük. Üstad, xatırlayırsınızsa biz keçən dəfə xilaskarın imamət tərəfinə toxunduq və siz müəyyən məsələləri aydınlaşdırdınız bizim üçün. Eləcə də biz onun şəxsiyyətini öyrənirkən imamətdən dolayı gələn vəzifələri başa düşdük. Siz onun dinin qoruyucusu olduğunu, dünyəvi, uxravi rəhbər olduğunu, tərbiyəçi olduğunu və s. bir sıra xüsusiyyətləri izah elədiniz. Bu dəfə və çox maraqlı idi ki, siz onları izah edirdiniz mövzunu, həm də sırf onun məhdəviyyat, xilaskar missiyası ilə əlaqələndirdiniz, bizi zühur dövrünə apardınız. Bunlar bizim fikrimizdə daha da aydınlaşdırdı məsələləri. Bu dəfə istəyirik ki, elə qaldığımız yerdən davam edək, başa düşək ki, bu vəzifələri daşıyan kəsin xüsusiyyətləri necədir, necə olmalıdır? Təbii ki, iddialar çox böyük görsənir ki, onlar belədirlər, onlar keçən dəfə saydığımız böyük işlər. Ən mühümü də buydu ki, insanların maddi və mənəvi, dünyəvi və uxravi bütün hər bir məsələlərini öz öhdəsinə götürür. Yəni Allahın yer üzündəki nümayəndəsi kimi. Əlbəttə bu cür insanların müəyyən xüsusiyyətləri olmalıdır və özəl xüsusiyyətləri olmalıdır, hamıdan fərqli olaraq. Çünki bu qədər özəllikləri, bu qədər xüsusi işləri üzərinə götürən kəsin təbii ki, xüsusiyyətləri olmalıdır. Ona görə də İslam dinində onlar barəsində, imamlar barəsində, ümumiyyətlə ilahi höccətlər barəsində bir çox xüsusiyyətlər vurğulanır. Bunu həm əqli olaraq önə gətirirlər ki, əql bunu tələb eləyir. Məsələn, biz belə danışanda onlar kimsə bizə deyəcək ki, sizin təqdim elədiyiniz şəxslər ki var, onda onlar məsumdular, heç bir günah falan eləmirlər. Deyəcək, düz deyirsən. Bunu sən ağlınla dedin, düz deyirsən, bəli, onlar məsum olmalıdırlar. İkinci o başqa biri sual verəcək. Onda sizin dediyinizdən belə çıxır ki, bu adamın mütləq elmi var ki, insanların dünyəvi, uxravi məsələlərinə hakim ola biləcəyi insan, onda ladunni, yəni onların mütləq elmi var. Daha doğrusu mütləq elmdənsə, yəni insanların bildiklərindən daha artıq elmləri var. Deyəcək ki, bəli, düz deyirsiniz. Bax, bunların hamısı əqli olaraq deyiləcək və bunların hər birinin də dini mətnlərdə deməli, təsdiqini tapan dəlillər vardır. Yaxşı. Ona görə də alimlər neçə dənə məsələni gündəmə gətiriblər. Deyiblər ki, biri elm məsələsidir. Onların elmləri var. O qədər elm ki, onlar insanların dediyimiz kimi dünyəvi və uxravi bütün məsələlərinə hakim ola biləcək qədər, onları idarə eləyə biləcək qədər. Əleyhissalam. İndi bu barədə hər biri barəsində bir podkast çəkmək olar ki, elm barəsində bir. Əleyhissalam buyurur ki, and olsun Allah, özünün xütbəsində də buyurur ki, and olsun Allah, göylərin yolun yerdən daha yaxşı tanıyıram. Və onların biz bilirik ki, elmləri lədundur. Ümumiyyətlə, İrfan gəlir, deyir ki, yazı pozu ilə olan elmlər yəni ilkin mərhələdədir. İnsanın ruhu elə bir yerdədir ki, insanın ruhu elə bir yerə çatır ki, ondan sonra həqiqətlər onun üçün ariz olur.
o həqiqətləri mənəvi ruhi cəhətindən artıq anlamağa, görməyə başlayır. Əlbəttə zahirpərəstlər arada da mənə göstərirlər ki, kommentlər yazırlar o zahirpərəstlər ki, ay belə şey olur, ay siz şişirtdiniz, ay Allaha tay apardınız falan. O qədər zahirən baxırlar ki, məsələlərə, zahirə. Bir də Allah onlar üçün mühümdür, hələ indi hələ yaxşı tanıyıblarsa. Qalan hər şey, amma din bizə gəlir. Murtazlar bunun həqiqətini yaşayırlar. Onlar dindar deyirlər ki. Amma nəfsin həqiqətlərindən xəbərdar olurlar. İnsanın ruhu çox əzəmətlidir, qüdrətlidir. Peyğəmbərdən çox hədislər var ki, insan məscidə girəndə mələk görə bilər. Amma biz deyəndə ki, imam elmi var, imam belə ariflərə baxsınlar, hətta əhl-i-sünnətin həyatındakı ariflərə baxsınlar ki, onlar hansı mənəvi halları yaşayırlar. İbn Ərəbi əhl-i-sünnədir, irfanın banisidir. O hansı məsələlərdən danışır? Onun Həzrət Əliyə baxışı hardadır? Biz gəlib deyəndə ki, Həzrət Əli əleyhissalam artıq elmlərdə bilir. Bax, indi kommentlərdə yazacaqlar ki, ay bu necə? İndi ev yox deyə yazsınlar, olan yazmaqları ilə deyir ki, biz onsuz da danışırıq. Amma məsələlərə çox zahiri baxmaq lazım deyil. Yəni bu zahiri baxmaq bizim özümüzün göstəricimizdir. Ki biz din başa düşməmişik, ruh başa düşməmişik ki, ruh nədir, ruh nəyə qadir. Ona görə də bəli. Hətta ariflər də bir yerə qədər bu yerlərə gəlib çatırlar. Elə bu ariflərin sözüdür ki, yazı pozu ibtidai mərhələdə baş verir. İnsanın əgər mənəviyyatı, ruhiyyəsi çox əzəmətlidirsə, o həqiqətləri artıq başqa yerdən alır. Buna lədunni elm deyirlər. Allah yanında olan elmdə. Ona görə də bəli, bunların xüsusiyyətlərinə birincisi budur ki, bunlar bilirlər. Yəni bunlarda bilmirəm sözü olmaz. Əlbəttə mən bunu imamət bölməsində çox danışmışam elm barəsində. Orada o qədər gözəl mətləblər var, Allah şahiddir. Mən onları danışmamağa səbr edirəm. Çünki mövzumuz imamət deyil deyə tam da, yəni məktəviyyətdir də istəmirəm imamət mövzusu açam. Açaram bir şərtlə ki, izləyicilər hamısı çoxu yazar ki, biz çox istəyərdik ki, imamət barəsində bax xüsusiyyətlərindən danışasınız. Allah şahid ki, o qədər şeylər danışmaq olar, imamların elmi barəsində həm dəlillərlə, həm də ki, faktlarla danışmaq olardı. İnsan elə eşitdikcə də ona çox xoş olur insan. Bəli, demək birinci xüsusiyyəti budur ki, elmi olmalıdır. Çünki elmi olmasa necə idarə edə bilər, necə tanıya bilər? O hər şeyi bilməlidir. Yəni ki, nə baş verir? Psixologiyanı bilməlidir, insan psixologiyasını, sosial psixologiya, kütlə psixologiyası, bu və bunun kimi şeylər, hər şeyi bilməlidir. İnsanla tanışlığı olmalıdır, Allahla tanışlığı olmalıdır, dünya ilə, axirətlə tanışlığı olmalıdır. Hər şeyi bilməlidir. İmam ona bir şey soruşsan, desə bilmirəm, o imam deyil. Bilmirəm sözü, o imam deyil. Bax, bu barədə də xüsusən hədislər var, amma mən onu deməməyə üçün səbr eləyirəm. Birinci xüsusiyyətlərindən biri budur. Biz həm də belə deməklə nəyi demək istəyirəm ki, yəni bu xulasa belə deyil də, burada dərya yatır. Bunu əziz izləyicilərə və sizə çatdırmaq istəyirəm ki, burada dəryalar yatır. Bilirsiniz, hamı şey yazmır ki də, yəni mənfi komment yazmır ki, Allah şahiddir, o qədər yazanlar var ki, biz bunlardan imaməti, məktəviyyəti yaxşı tanıyırıq. Ona görə elə o izləyir. Zaten bizim elə işimiz bunlarlandır da, o birislər gəlirlər ki, nəsə narahatçılıq yaratsınlar, yoxsa onlar mən əminəm ki, yaxşı qulaq asmırlar. Çünki yaxşı qulaq assalar, biz burada hansı sözlərdən danışırıq ki, əminəm buna ki, yaxşı qulaq asmırlar. Əvvəldən pis məqsədlə qulaq asırlar, hər halda. Amma bilirəm ki, yaxşı qulaq asanlar var və onlar qulaq asanda istəyirəm onlara deyəm ki, mövzu bu qədər az deyil idi, mən elmdən qurtardım. Burada çoxlu sözlər var. Qoy onlar öz imamları barəsində, imamlarının elmi barəsində araşdırmağa başlasınlar. Çox möhtəşəm sözlər deyilir. Yəni insanın imamı, Allahın ona təqdim elədiyi imam nələri bilir. Birinci budur. İkinci məsələ deyiblər ki, onlar məsum olmalıdırlar. Məsum yəni ismət sahibi olmalıdırlar. Yəni onlar günah etməməlidirlər. Çünki bunu da neçə cürə dəlilləndiriblər. Onlardan da biri budur ki, çünki belə bir kəsin özünün səhvi olsa, onun iddiası budur ki, insanları səhvsizliyə aparsın. Səhvsiz eləsin, günahsız, xətasız eləsin. Niyə? Çünki həm həyatlarını yaxşı yaşasınlar, həm də səhvsiz, günahsız bir yaşam insanın mənəviyyatını təkamülə çatdıracaq və o mənəviyyat və o ruhiyyə artıq Allahla yaxınlaşmış olacaq. Əgər biz desək ki, bunlar Allaha yaxındılar, deməli bunların günah etmir. Çünki günah etsələr Allahdan yaxınlaşmaları aradan gedər. Yəni Allah hər kəsi təyin eləməyib mənim höccətim ol.
Bu hansısa bir filial açmaq deyil ki, desin ki, istənilən adama desin ki, sən mənim belə deyil. O baxıb ki, kim belədir, onu təyin edib. Ona görə də mütləq onların isməti var. Onlar nə keçmişdə, nə də ki, yaşadıkları dövrdə heç vaxt günah eləyə bilməzlər, səhvləri və xətaları da olmaz. Səhv xətaları ona görə olmaz ki, onlar bilirlər nə necədir və günah da eləyə bilməzlər, çünki günahın da həqiqətini bilirlər. Zaten elə günah etmirlər ki, o məqama çatıblar. Deməli, ikinci xüsusiyyəti də ismətdir ki, bunun barəsində də çoxlu sözlər var. Bunun yaxşı dəlilləri var, yaxşı arqumentləri var, həm əqli arqumentlər var, həm dini nəqli arqumentlər deyirik də, nəqli arqumentlər var həddindən artıq. Başqa xüsusiyyətlərindən biri budur ki, onlar möhtəşəm, gözəl, belə deyək də, ən kamil şəkildə əxlaqa sahib olmalıdırlar. Quranda da Allah buyurur Peyğəmbərə ki, Peyğəmbər, əgər sən möminlərə qarşı əxlaqlı və mülayim olmasaydın, onlar sənin ətrafından dağılışardı. İmam elə olmalıdır ki, əxlaq özdə zahiri belə görüntü yox, bu biz deyirik, hansısa bir marketinq əxlaqı. Bu əxlaq süni əxlaqdır, daxildən qaynaqlanmır və belə bir əxlaqların heç bir cazibəsi yoxdur. Məsələn, biz gedirik müxtəlif müəssisələrdə müəyyən adamların bizlə qarşılaşmada və yaxud da danışmaqda və s. Marketinq əxlaqlarını görürük. Heç vaxt bizdə onlara qarşı cazibə və sevgi yaramır. Çünki bilirik ki, bu sünidir, həm də ki, bu ruhdan gəlmirdi, onun bir hərarəti də olmur. Amma imamların daxillərindən doğan əxlaqları var və bu onların ruhlarının, ruhiyyələrinin kimliyindən gəlirdi. Burada bir cazibə vardı. Və orada heç bir əxlaqa zid məsələ görsənə bilməz. Əgər görsənsə, insanlar onun ətrafından gedərlər və burada da bunu deyim ki, mən bir neçədən xüsusiyyət sadalayacağam. Əlbəttə çoxdur, bir neçəsini deyəcəm. Bu xüsusiyyətlərin hər biri barəsində deyilir ki, əgər belə olmasaydı, Allahın hədəfi gerçəkləşməzdi bunları təyin etməkdə. Onlar ki, öz nümayəndəsi təyin edib. Əgər onlar elmli olmasaydı, ona desəydilər ki, ya İmam falan desə bilmirəm, onda insan deyərdi ki, bəs ilahi kimdən soruşum, onda səndən soruşum mən. Mümkün, onda yəni bilmirəm desə, onda Allahın hədəfi gerçəkləşmədi. Əgər məsumda səhv və günah görsə deyir, ilahi bir eləsi var ki, göndər ki, səhv günah olmadan mən onu özümə öndər tutum. Bu mənə deyir, sən belə elə, amma özü belə deyil. Mən bundan demotiv oluram. Mən bundan hansısa şeyləri götürə bilmərəm, həm də bu məqama çatmayan adamdır. Əgər onun mənəviyyatı, onun əxlaqı, ona görə də Allahın hədəfi gerçəkləşməz. Ümumiyyətlə belə olsa, biz başqasını tapmalıyıq ki, o elə olsun mütləq. Ya bu sistem var, ya yoxdur. Ya Allahın bu höccət, nümayəndə sistemi var, ya yoxdur. Varsa gərək belə olsun. Başqa cür olsa alınmaz. Bir xüsusiyyətləri də barəsində belə deyiblər ki, onlar idarə etməyi də bacarmalıdırlar. İdarə etmək, yəni elmləri var, məsumdular. Bəzən də şücaətli də deyiblər. Deyiblər ki, qoy bunu da deyim, elə istəyirsə əvvəldə, çünki idarə etmədə biraz sözüm var. Şücaətli həm də olmalıdır. Çünki qorxaq olsalar öz missiyalarından əl çəkərlər. Heç bir peyğəmbər qorxaq olmamalıdır. Əxlaqi səciyyələrindən biri bu olmalıdır. Əgər qorxaq olsalar, onda öz missiyalarını icra edə bilməzlər. Və ən əsas məsələlərdən biri də idarə etmə bacarığıdır. Bunu mən niyə çox vurğulamaq istəyirəm? Bəziləri ilahi övliyaların idarə etməsinə çox da ciddi baxmırlar. Elə başa düşürlər ki, ilahi övliyalar ancaq gəliblər ya vəhy çatdırsınlar, ya da əvvəl vəhy gətirən peyğəmbərlərin dinini yaymaqla məşğul olsunlar. Yəni ruhanilik eləsinlər. Yəni mənəvi bir İnsanları bir tərəfdən də dünyada da bir mənəvi, o bizim Dədə Qorqud var, belə bir kəs olsunlar da, hamıya əxlaqı, yaxşı olmağı tövsiyə etsin. Amma İmam belə deyil, İmam idarə etməyi bacarır. İmam idarə eləyə bilər. Görürsünüz, İmam zaman gəlib dünyanı idarə eləyəcək. Bu Həzrət Əli dünyanı idarə eləyə biləcəkdi. Ona görə Peyğəmbər ona deyir. Bəs niyə belə olmadı? Çünki şərait yaranmadı. Peyğəmbər yavaş-yavaş bunları eləyir. Bəzən həmişə mən dərslərdə də deyirəm, siz eşitmisiniz dəfələrlə, siz bilirəm, bu barədə söhbətimiz də olub bizim dərslərdə. Bunu biz dəfələrlə mən deyirəm. Bəzən qərb sosioloqları, politoloqları belə hesab ediblər ki, Həzrət Muhammed əleyhissalam çox da siyasət və idarəçiliyi bilməyib. Niyə? Çünki özlərinin dediyindən belə görsən ki, istəyirdi ki, Həzrət Əli gəlsin, amma Həzrət Əlini gətizdirə bilmədi. Bu günlərim amma gətizdirmək çox asan bir məsələdir. Kimisə istədiyin adamı yenə gətirmək çox asan məsələdir və bunu rahatlıqla həll eləmək olardı. O eləyə bilmədi. Ona görə ki, o başa düşmür ki, dinin ruhiyyəsi nədir.
Ya məsələn Həzrət Əli əleyhissalam Muaviyyəyə qalib gəlsəydi, çox məsələ həll olacaqdı. Amma Əmrəz paltarlarını çıxaran kimi Həzrət Əli qayıdır. Ya Muaviyyə ilə deyirlər ki, ya Əli, Muaviyyə çox ağıllıdır. Əli əleyhissalam deyir ki, ağıllı deyil, hiyləgərdir. Mən də istəsəm onun hiylələrinin hamısını bilirəm. Eləyərəm, amma mən onu bacarmıram. Bacarmıram o cəhətdən ki, o mənə yaraşmır. Heç bacarsam belə Allah eləməsin, nauzubillah. Bacarsam belə Allah onu məsləhət görmür, din belə getsin. Dinin belə qabağa getməsini istəmirsən. Bu dünya imtahan dünyasıdır. Allah istəyir ki, insanlar imtahan olunsunlar. Yəni idarəçilikləri də hər cəhətdən yaxşıdır. Belə deyil ki, idarə eləyə bilməm. Məsələn, Muaviyyə daha yaxşı idarə elədi. Muaviyyənin idarəliyində nə var idi? Əli əleyhissalam Mali Kəşlərə məktubunda digər valilər təyin eləyirdi. Onlara məktubunda yazırdı ki, sizi mən filan yerdə eşitmişəm, siz filan işlərlə məşğulsunuz. Yəni məsələn sizi ancaq varlıların məclisində görürəm. Heç kasıbların məclisindən sizdən xəbər gəlmir. Buna riayət eləyin. Amma məsələn Muaviyyə deyirdi ki, mənim üçün fərqi yoxdur harda olursan. Necə idarə eləyirsən? Əli əleyhissalam deyir ki, bax insanlarla belə rəftar eləyin ha. Elə rəftar eləyin filan. Öz valilərinə dedi. Hələ özü heç öz valilərinə deyir ki, belə rəftar eləyin, belə olmaz, belə olmaz. Amma Muaviyyə deyir ki, mənə heç bir fərqi yoxdur. İstəyirsən eş-işrətlə məşğul ol. İstəyirsən onlara zülm elə, hər nə istəyirsənsə elə, onlar sənə tabe olsun, sən də mənə tabe ol. Vəssalam. Amma dini idarəçilikdə bu yoxdur. Elə bu yox idi deyə, bu saxlanmalı idi deyə insanlar buna riayət eləmirdilər. Buna da idarə eləyə bilmədi deməzlər. Çünki insanların təbii belə deyək, imtahanı yaranır və həyat belədir. Ona görə də Allah bir dəfə elə eləyəcək ki, İmam Zaman eləsin. Ona görə bu lazımlıdır ki, yəni mümkün idi. Bunu eləmək olardı. Amma insanlar özlərinin istəyi ilə olmalıdırlar. Və İmam Zaman əleyhissalam göstərəcək ki, nəinki bir region, bütün dünyanı imam idarə eləyə bilər. Bunu biz əyani şahid olacağıq. Özdə dediyimiz kimi əvvəllərdə də çox danışmışıq. Bu çox qürur verici deyil. Nəinki biz deyirik bunu, bütün dinlər deyib. Bütün peyğəmbərlər deyir. Allah Mütəala buyurur ki, Quranda biz Tövratdan əvvəl Zəburda da bunu yazmışıq. Bütün dinlərin, bütün din adına hər kəs söz danışıbsa xilas edicidən danışıb. Xilaskardan danışıb. O təkcə regionu yox, dövlət yox, bütün dünyanı idarə eləyə biləcək qüdrətdədir. Allahın yer üzündə nümayəndəsidir. Yəni idarə eləyənlərin nələri var? Yəni nə oxuyublar, hansı elm oxuyublar və onların hansı potensialı varsa, imamların bunlar xüsusi insanlardır. Bunların bütün potensialları var və bunlar hər şey eləməyə qadirdir. Sadəcə dinin məsələləri onların qarşısını kəsir. Bütün hər bir halda onlar istədikləri şeyə müvəffəq ola bilərdi, amma gərək başqa yollara əl atılsın. Bir dənə məsələn deyim sizə, bəzən də heç hiyləgərliyə də yox ha. Bəzən də istəyirlər ki, insanlar özləri istəsinlər. Məsələn, biz özümüz də övlad tərbiyəsində belə eləyirik. Yəni, mən uşağı belə yox, belə aldada bilərdim, ya filan eləyərdim. Bəzən də buna görə yox, heç onu yox, adi şeylərlə deyərdim. Amma bizim başa düşürük, hətta psixologiya elmi də bəzən gəlir, bundan danışır ki, eləmə, qoy, hər nədir, sən heç nə olmasa da, elədiyin iş heç hətta hiyləgərlik olmasa da, manevr olmasa da, qoy uşaq elə yıxılsın, özü böyüsün, yıxılsın, özü böyüsün. Yəni, deyir, mən filan eləmək istəyirəm. Mənim balam olmaz. Deyir ki, yox, mən axı eləmək istəyirəm filan. Gərək orada insan onu müdaxilə eləməsin. Bunu hər kəs bilir də. Müdaxilə eləməsin, özü getsin, görsün, yıxılsın, yəni o səhvini başa düşsün, getsin o səhvi görsün, başa düşsün ki, bu işi etmək olmaz. Həm başa düşsün ki, ata düz deyirmiş, başqa vaxtlarda onu dediyin. Həm də elə özü bilsin ki, artıq bu işlə bağlı söhbət bağlanır, özü görsün bunu. İmamlar bəzən heç hiyləgərlik məsələsi yox. Elə burada da buraxırdılar ki, qoy insanlar özləri bunu görsünlər, qayıtsınlar. Sadəcə Həzrət Məhdi əleyhissalamın dövründə artıq hər şey bilinmiş olacaq. Bütün tarix deyilib, qurtarıb, hər şey bilinir. Amma insan bəzən bilir, amma əməl eləmək həvəsi yoxdur. Ona görə İmam Zaman əleyhissalam deyəcək ki, yəni o dövlət bunun üçündür ki, day həvəs məsələsi qurtardı. Əsas odur bildiniz və bunu da öndər qəbul elədiniz. İndi insanlar bunu etmək məcburiyyətindədir. Bax, imamlar üçün bu və bunun kimi çoxlu məsələlərdən danışılıb və belə də bir söz deyilib ki, bunlar ona görədir ki, gərək təyin olunmasınlar. Bunlar gərək təyin olunmasınlar. Çünki yəni bunların varlığında xüsusiyyətlərindən də biri budur ki, sanki bunu belə deyirlər də. Deyirlər ki, belə bir kəslər hüccətiyyətləri, yəni hansısa bir kriteriya ilə kimisə kim seçməzlər. Birbaşa Allahın özünü belə bir şəxslər var deyə Allah onu özünün nümayəndəsi seçir.
Ümumiyyətlə nübüvvətdə də bu söhbət var, imamətdə də bu var. Bəzən elə başa düşülür ki, deyəsən keçən dəfə də buna toxundum. Əgər yadımda qalıbsa, orada deyilir ki, bəzən elə bilirlər ki, Allah birini seçir və düzəldir onu. Amma əslində o peyğəmbərlik və imamət eləyə biləcək bir biçimdədir. Allah onu özünə nümayəndə seçir. Bu belədir deyə seçir Allah. Nəinki birini götürür, Allah belə eləyir. Bax, belə sözlər danışıblar xüsusiyyətlər barəsində. Üstad, açığı bu həm keçən dəfə danışdığımız vəzifələr, həm indiki xüsusiyyətlər olar. O qədər hər şeyin kamalıdır, zirvəsidir ki, yəni orada seçimi ümumiyyətlə mövzu ola bilmir. Bəli, mümkün deyil belə şeylər Ya insan. kəs var ya da yoxdur bu qədər. Mən bir dənə də hədis var. Əgər bilsəm ki, bu çox başarılı olmaz, vaxtımız çox bitməz. Bu Buyurun hədisi siz. oxuyaram. Bunu bayaqdan biz adətən əqli cəhətlərdən toxunuruq. Mən heç hədis oxumadım. Bu qədər mövzular dedim. Halbuki məsələn imamət bölməsində biz bunu hər biri üzərində dayanırıq. Hədislərlə, ayələrlə, tarixi faktlarla bunlardan danışırıq. Mən oralarda dedim. Amma bir dənə hədis var. Burada bir çox məsələləri gündəmə gətirib. Hətta bu sizin o təyinat məsələsində indi dediyiniz sözü də imam sanki o cürə deyib. İmam Rza əleyhissalamdan da hədis. Həzrət buyurur ki, imamət məsələsində ixtilafa düşən və imamətin seçimlə olduğunu güman edən insanlar nadanlıq ediblər. Nadanlıq yəni bilmirlər, yəni özlərini bilməməzliyə vururlar. Yəni nəsə də bu kim? Nadandılar. Yəni nadanlıqdır. Bunun adı başqa cürə deyil. Deyir, məgər insanlar imamətin ümmət arasındakı məqam və dəyərini bilə bilərlərmi ki, imamət onların seçimi ilə və ixtiyarı ilə onların öhdəsinə qoyulsun? İmam belə deyil. Deyir, siz əvvələ başa düşün ki, imam nədir? Əgər belə bir kəs varsa, bunu görəsə insanlar seçə bilər? Bunu insan seçə bilər? Bir də bir şey yadıma düşdü. Mənə dostlardan biri göstərdi ki, bir nəfər rəydə yazıb ki, kommentlərdə yazmışdı ki, siz ki deyirsiniz ki, bunu Allah tərəfindən olmalıdır, seçim yoxdur. Bəs Peyğəmbər onu təyin elədi axı. Peyğəmbər dedi axı bu sözü. Bu sözü Peyğəmbər Allahın sözünü çatdırdı. Peyğəmbər özündən demədi. Bu Allahın sözüydü ki, çatdırdı. Peyğəmbərin öz seçimi deyil idi. Yaxşı, bu təbii bir şeydir, amma çox sadə bir məsələdir. Amma demək istəyirəm ki, bu bir dəfə də elə yada düşdüm. Bəlkə burasına diqqət eləməyib, bilmirəm indi yenə baxar, baxmaz. Amma hər halda bu Allahın seçimini Peyğəmbər çatdırdı. Nə ki, özü seçdi. Məndən sonra Əli olacaq deyəndə demirdi ki, mən təyin eləyirəm. Dedi ki, Allah deyir ki, məndən sonra Əli olsun. Əli əleyhissalam olsun, belə deyil. İmam bax burada bu məsələni deyir. Sonra deyir ki, şübhəsiz ki, imamətin dəyəri o qədər ucadır ki, şəni o qədər böyükdür ki, çox gözəldir. Bu hədis Allaha and olsun ki, mənə çox təsir eləyib. Allaha and olsun. İmam burada yəni belə uzun-uzadı imamətdən nə qədər danışır. Deyir ki, imamətin dəyəri o qədər ucadır, şəni o qədər böyükdür, dərəcəsi o qədər alidir, məqamı o qədər yüksəkdir, dərinliyi o qədər çoxdur ki, insanlar öz ağılları ilə heç vaxt onu anlaya bilməz, ona yetişə bilməz də və öz düşüncələri ilə onu dərk eləyə bilməzlər. Onlar necə özlərini imam seçə bilərlər? Onlar özlərini hansısa bir işdə idarəçi eləyərlər, amma Allahın nümayəndəsi insanların maddi, mənəvi, dünyəvi, uxravi məsələlərin hamısına zamin olmalı, onları aparıb cənnətdə ən yüksək yerlərdə yerləşdirməlidir. Bunu hansısa bir insan bacara bilər, Allahın təyin eləmədiyi təyin elədiklərindən başqaları eləyə bilər bunu. Sonra Həzrət buyurur ki, həqiqətən imamət elə bir məqamdır ki, Allah Taala nübüvvət və xəlillik rütbəsindən sonra 3-cü mərhələdə onu Həzrəti İbrahimə məxsus elədi. İmam bunu vurğulayır. Deyir, ona birinci nübüvvət vermişdi. Sonra onu dostu seçmişdi. Ondan sonraki mərhələ imamət idi. İmam Rza əleyhissalam bunu açıq-aşkar şəkildə deyir. Sonra buyurur ki, imamət Allahın və onun rəsulunun xilafətidir. Əmir əl-Mömininin məqamı Həsənlə Hüseynin mirasıdır. Şübhəsiz ki, imamət dinə rəhbərlikdir. Müsəlmanların sistemliliyinin əsasıdır imamət. Sonra buyurur ki, dünyəvi xeyirlər və möminlərin izzətidir. Həm dünyəvi xeyirlər, həm möminlərin izzəti hamısı imamətdə birləşir. Sonra Həzrət bu məsələyə bir də toxunur. Deyir ki, namazın, orucun, həccin, cihadın və sair kimilərinin kamil olması, həmçinin sərhədlərin qorunması da imamın və onun vilayətinin qəbul edilməsinin vasitəsidir. Sonra buyurur ki, burada bir neçə dənə yerləri də deyir, mən onları ötürürəm ki, çox uzun olmasın. Sonra Həzrət buyurur ki, imam şəfəqləri doğduqda aləmi bürüyən günəş kimidir.
Özü əllər və gözlərin ona yetişməyəcəyi şəkildə özdə üfüqdədirlər onlar. Və İmam zülmət qaranlıqda, şəhər yolları və səhralarda, dənizin fırtınalarında bədirlənmiş ay kimidirlər. Aydın çıraqdılar, parlaq nurdular, yol göstərən ulduzdular. Müxtəlif fitnə və nadanlıqlardan nicat verən kəslərdirlər imamət. Belə bir şəxsi insanlar seçə bilər. Sonra İmam Rıza əleyhissalam İmam Muhammadin indi bu dəfə başqa tərəflərinə toxunur. Qoy burasını da oxuyum. Həzrət buyurur ki, imam insanla bircə olan munisdir. Munis budur ki, insandan ünsiyyət quranı, munis o ünsiyyət qurduğun şəxsdir. Kimdən insan ünsiyyət qurur? Hər danışdığı insan munis deyil. Munis budur ki, daim ondan dərdləşir. Dərdini deyir, bilir ki, o məni eşidir, başa düşür və mənə kömək eləyə bilər. Belə insanlar munis seçilirlər. Buyurur ki, imam insanla bircə olan munisdir. Sonra buyurur ki, mehriban atadır. Ata da özdə mehriban. Mehriban atadır. Doğma qardaşdır. Körpə uşağına yaxşılıq eləyən anadır. Ana da özdə körpə uşağına. Analar böyüklərə nisbətdə ilə körpəyə nisbətdə daha fərqli görsənirlər axı. Bir anadır. O ana demək istəyir ki, ananın o xüsusiyyəti var onda. Körpə uşağına yaxşılıq edən anadır. Böyük müsibətlər zamanı bəndələrə pənah yeridir imam. Sonra Həzrət buyurur, imam günahlardan pak və eyiblərdən uzaqdır. O xüsusilə də elmə, təqvaya, yumşaq xasiyyətliyə, hilmliyə malikdir. İmam öz zəmanəsinin qoşunudur. Hər kəs onun məqamına yaxınlaşsa, heç bir alim onunla müqayisə oluna bilməz. Nə kimsə onun yerini tuta bilər, nə də onun tayı bərabəri yoxdur. Sonra buyurur ki, belə isə kim imamı tanıya bilər? Yaxud imamı seçmək kim üçün mümkün ola bilər? Heyhat, heyhat. Burada ağıllar azmış və özünü itirmişdi. Bu yerdə imamın şəni və fəzilətlərindən birini vəsf etmək üçün gözlər qaralar, böyüklər, kiçilər, hikmət sahibləri heyrətdə qalar, natiqlərin nitqi tutular və onlar hamılıqla öz acizliklərini etiraf eləyərlər. Ona görə də təyinat söhbətindən ki, siz dediniz, elə sizin sözünüzü təkmilləşdirmək üçün dedim ki, mümkün deyil. Bu şey mümkün deyil. Yəni belə ola bilməz. Aydındır ustad. Bu dedikləriniz həm keçən dəfə, həm bu dəfə bizim zehnimizi xilaskar barədə, onun kimliyi barədə xeyli düzəltdi. Belə deyim, təsəvvürlərimiz aydınlaşdı. Həm də içində müxtəlif şübhələrə də cavab verirsiniz. Və sonuncu oxuduğunuz hədis çox xoş idi. Bu başqa bir hədis yadımıza düşdü. Bu hədis İmam Rızadandır. Və o da öz ata-babalarından və nəhayət Həzrət Cəbraildən nəql edir. Allah buyurur ki, mənim la ilahə illallah mənim möhkəm qalamdır. Kim bu qalaya daxil olsa, o zülmdən amandadır. Və Nişapurda olan həmin hadisə. Bəli, İmam Rıza əleyhissalam. Bəli, İmam Rıza sonra əlavə edir ki, amma bunun şərtləri var və mən də bunun şərtlərindən biriyəm. İstəyirdik başa düşək, niyə görə imamət tövhidin şərti olur? Bəli, bu çox məşhur hədislərdəndir. Nişapurda imam onu deyir. Özdə bu yeri də var, bir nüansı da var. Yəqin ki, siz də onu bilirsiniz. İmam orada deyir ki, la ilahə illallah hisni, fəmən dəxələ hisni, əminə min əzab. Deyir ki, la ilahə illallah mənim, imam buyurur ki, Allah deyir ki, la ilahə illallah mənim qalamdır, möhkəm qalamdır. Kim bura daxil olsa mənim əzabımdan amanda olacaq. İmam bunu deyir və davam eləyir. Yəni orada hər kəs ki, Peyğəmbər balası gəlmişdi, onun qarşısını kəsirlər, bu şeyi soruşurlar. İmam bunu deyir və hamı da bu hədisi eşidir. Sonra da imam davam edir. Dəvənin üstündə idi və dəvənin üstündə olan o qoruyucu şey var, onun içində oturub gedirlər. Ona kəcavə deyilir. İmam biraz getmişdi ki, hiss eləyir ki, orada bəzi imaməti qəbul eləməyən adamlar var idi. Onlar sevindilər ki, heç imamata aid heç nə demədi. Sanki ürəkləri biraz rahat oldu və yaxud da biraz təbəssüm elədilər. İmam bunu hiss eləyir öz elmi ilə və yaxud da başqa cürə hiss eləyir, bilmirəm. Amma hədis belə deyir ki, imam biraz gedəndən sonra bunu hiss elədi və kəcavədən başını çıxardı. Hədisin davamını dedi ki, bunun şərtləri var və ənə min şurutiha və mən onun şərtlərindən biliyəm. Yəni nəinki biz imamı, hətta mən şəxsən onun şərtlərindən biriyəm. Bunu da dedi. Bu çox qəribə bir şeydir. Yəni əslində dindən danışır. Çünki Allah və höccəti varsa, insanlar Peyğəmbər məsələn mən sözünü heç vaxt demir.
Çünki bütün müsəlmanlar onun ilahi hüccət olduğunu bilirdilər. Burada ikinci mənə ehtiyac yox idi. Nübüvvət sözlərindən ehtiyac yox idi. Hamı da bilirdi ki, belə. Amma məzlum imamlarda belə bir situasiya yarandı ki, onları bəziləri qəbul eləmədilər Allahın hüccəti kimi. Ona görə də Həzrət bir dəfə dindən danışır. İnsanları Allaha yönəldir. Ki, la ilahe illallah'a tərəf gedin. La ilahe illallahın özü də bir böyük həqiqət. İmam onları orada tərəf yönəldir. Amma o kəslər ki, yolların Allah hüccəti olmadan gedib Allaha çatdığını düşünərlər deyə və yaxud da imam heç imamətə aid söz demirsə, Allahın hüccətidir. Çünki onlar birinci dəfə imamı görürdülər. İmam yaşayırdı Mədinədə, bu dəfə isə gəlib Nişapura, yəni Xorasan vilayətinə. Burada onlar birinci dəfə idi görürdülər Peyğəmbər balasını o ərazidən keçirdi. Ona görə də orada heç imamətə aid söz danışılmadı filan. Belə olanda imam orada o ciddiyyəti bildirir ki, mən onun şərtlərindən və ənə min şurutiha və mən onun şərtlərindən biriyəm. Sizin sualınız budursa ki, niyə təvhidə aid olan məsələdə imam onun bir mənalı şəkildə, mütləq şəkildə şərt bilir? Burada imamın ümumiyyətlə hüccət olmasını, nümayəndə olmasını iki istiqamətdə deyiblər. Deyiblər ki, imam, özdə bütün imamlar, yəni həm elə Həzrət Əli və ta İmam Zaman əleyhissalama qədər, Həzrət özü də indi də belədir və öz dövlətində də, zuhurdan sonra da belə olacaq ki, indi nisbətlərini deyəcəm də nə qədər olmalıdır. Amma imamın ümumi şərtlərindən biri budur ki, onun bir təşrii vilayəti var, bir də təkvini vilayəti var. Bunun sayəsində insan Allaha çata bilər, la ilahe illallah çata bilər. Yəni, əgər bir uca yerə çatmaq üçün ora, məsələn, nərdivan yoxdursa, insan ora çıxa bilməyəcək. Bilir ki, ora çatsa azabdan amandadır. Həzrət buyurur ki, la ilahe illallah, Allah deyir, mənim qalamdır. Bura daxil olun, əzabdan amanda qal. Amma gəl görək, ora necə daxil olar? Görürsə, Allahın hüccətini tanımadan ora daxil olmaq olar və qəbul etmədən. İndi bu niyə tanımadan və qəbul etmədən deyim? Çünki biri təşrii imamətdir, biri təkvini. Nə deməkdir təşrii və təkvini? Bu terminlərdə amma izahını verim. Təşrii imamət budur ki, imamlar Allahın hüccətlərinin bir dəfə işi bundan ibarətdir ki, Allaha tərəf gedən yolu göstərsinlər. Düz yolu göstərsinlər ki, ümumiyyətlə həm məlumat versinlər ki, necədir, Allah necədir, din necədir, Peyğəmbər necədir, axirət necədir, bax bunları desinlər, dinin göstərişlərini desinlər və s. Bir də yəni bir məlumatlar versinlər, bir də nə etmək lazımdır, filan olanda necə olacaq. Yəni bütün şəri məsələlər, əxlaqi məsələlər, irfani məsələlər, bunların hamısını o deməlidir. Yəni irfanda qabağa getmək istəyən soruşmalıdır, o deməlidir. Əxlaqi məsələləri düzəltmək istəyən, nəfsinin necəliyindən xəbərdar olmaq istəyən o deməlidir. Yəni, məsəl üçün, gəlirdilər imamdan şəri məsələ, fiqhi məsələlər soruşurdular, onun cavabını o verməlidir. Buna deyərlər, imamın təşrii tərəfi, yəni şəriət tərəfi. Yəni, imam yol göstərəndir bu dəfə. Dinin həqiqətlərini insanlara o çatdıracaq. Bir dəfə belədir, bir də təkvini imaməti var. Necə? O bir dəfə də insanların ruhunun, fitrətinin kamal axtarışındadır da insan. Buna cavab verməlidir. Yəni, məsələn, görürsünüz, tutaq ki, övlad tərbiyəsində nə deyirlər? Deyirlər ki, övlad tərbiyəsində həm informasiyaya ehtiyac var, həm də ki, onun hisslərini insan başa salmalıdır. Məsələn, deyirlər ki, tutaq ki, bu uşaqlar var ki, ata və ana onu ancaq, belə deyək, o saxlayan kəslərə də, uşaq saxlayanlara təhvil verirlər. Onlara mürəbbə deyilir də. Onlara ki, təhvil verirlər, heç vaxt uşaqların özünü görmürlər. Ata da ana da səhər gedir, axşam gəlirlər ki, uşaq yatıb, səhər gedəndə uşaq yatıb. Baxmayaraq ki, onlar mütəxəssis olsalar da, həmin o tərbiyəçilər, mütəxəssis olsalar da, uşağı çox yaxşı böyütsələr də, amma uşağın əxlaqında problem olmayacaq, zahiri əxlaqında, elmində və s. Amma onun mənəviyyatında, ruhiyyəsində hansısa bir əskikliklər olacaq.
Bunu hər kəs deyir. Ona görə deyirlər ki, uşağın müəyyən yaşlarında mütləq ən azı ana onun yanında olmalıdır. Ən azı ana ondan bahim olmalıdır uşaq yaşlarında. Çünki o müəyyən şeylər var, onu almalıdır. Və eləcə də atanın varlığı da başqadır. Atadan da başqa cür olur. Yəni belə deyil ki, yəni bir vaxtlar məsəl üçün sosializmdə belə bir şey var idi ki, uşaqlar əslində valideynin deyil, onu dövlət özü böyüyüb boya başa çatdıra bilər belə. Bu birmənalı şəkildə düzgün şey deyil. Valideynin özünün varlığı lazımdır. Niyə? Çünki uşağın bəzi hissləri var ki, o hisslər də təmin olunmalıdır. İndi dindarlıqda da belədir. Dindarlıq quru rituallardan deyil. Bunu belə başa düşmək olmaz. Bəzi zahirpərəstlər buna belə baxırlar. Ona görə də insan üçün, insan həm də aşiqdir potensial olaraq. İnsan həm də kimisə axtarır, sevmək istəyir. Elə o kamili sevmir ki, gedir, nə bilim, müxtəlif sahələrdə öndə olanlara vurğunluq göstərir də. Bir dəfə nə bilim, onun üçün filan kəs olur. Bir dəfə bəsmən kəs olur, onun sevgi obyekti. Və yaxud da başqa cəhətlərdə munis tapır. Və ya ki, hədisdə nə gözəl deyilirdi. İmam özünü ünvan kimi təsdiq edir. Onun heç bir təşrihi deyil idi. O hədisin o yerində deyir deyə mehriban ana kimidir, ata kimidir. Sonra buyurdu ki, qardaş kimidir. Və bunların hamısını ona görə deyirdi ki, deyirdi və munisdir. Bunlar hamısı imamın təkvini tərəfidir. Yəni bir insan ki, tənhadır, Allaha çatmaq istəyir, amma bir munisi yoxdur, bir həm dəmi yoxdur, həm dərdi yoxdur. İmam onun üçün belədir. Ona görə də imamın təkvini cəhətdən də imam lazımlıdır. Məsələn, bizim də özümüz tutaq ki, ziyarətlərə gedirik. İmamların əza məclisində, mövlud məclislərində iştirak edirik. Yəni bu yaxınlarda Əyyam Fatimiyədən çıxdıq. Gördük ki, xanım Fatimiyyə Zəhranın varlığı bizim ruhumuza nə qədər lazımlıymış. Bizim bundan xəbərimiz yoxdur. Və İmam Hüseyn əleyhissalam insanların, möminlərin ruhunda nə qədər təsirə malikdir. Yəni imamətin varlığı həm psixoloji, həm də ümumiyyətlə ruhun istəyi kimi. Təkcə psixoloji deyil ha bu. Həm də ruhun istəyi kimi, çünki fitrətin istəyidir bu. Bunun üçün o yəni əvəz edilməzdir. Müstəsna rolu vardı. Vallah və billah biz bunu yaxşı yaşayırıq və görürük. İnsan ziyarətə gedəndə nə olur? Mən bilməm bu dəfə demişdim, amma bunu mən xutbələrdə demişəm. Bəzən deyirlər ki, görürlər ki, məsələn bir nəfər tutaq ki, Kərbalaya getmək istəyir, ya məsələn Məşəd ziyarətinə getmək. Deyir ki, axı sən çox getmirsən, nə ehtiyac var? Elə bilir ki, getmək, yəni gedib oranı görməkdir. Oranı görmək olsa bir dəfə ilə kifayətdir. Heç iki dəfəyə də ehtiyac yoxdur. Amma bu görmək deyil, bu daxilin ehtiyacıdır. Bu mənəviyyatın və ruhun ehtiyacıdır. Ona görə imamların təkvini tərəfinə də ehtiyac var, kamil insan olmaq üçün. Çünki həm də ki, mən sonra bunu çox danışmışam ki, insan onları sevdikcə, çünki Allah da buyurur Quranda ki, onları sevin. İnsan onları sevdikcə bu dəfə də yenə də ruh təkamülə çatır, təkmilləşir, nuraniləşir və belə bir ruh axırda Allahı tapa bilir. Ümumiyyətlə, Allahı tapmaq elə başa düşüblər ki, elə elmi cəhətdəndir. Bu Allahı tapmaq olsaydı, onda ya əyyuhəl-ləzinə amanu aminu billah. Ey iman gətirənlər, iman gətirən deyilməzdir ki. Yəni insan bu mərhələdə iman gətirməyi, bəziləri çox təəssüf gələ başa düşürlər ki, elə bu qədər kifayətdir və biz də namaz qılmaq. Belə deyil. Allah istəyir ki, aminu billah mərhələsinə çatdırılsın. Ya əyyuhəl-ləzinə amanudan aminu billah mərhələsinə çatdırılsın. Bu mərhələyə çatdırılmaq üçün ruh mühümdür, ruh. Zahiri rituallar önəm kəsb eləmir. Bir mütləq şəkildə yəni. Onlar vasitəsi rolunu oynaya bilərlər. Gərək ruhun təkamülü baş versin. Burada isə artıq kamil insanın, ilahi övliyanın varlığı zəruridir. Ona görə də imam orada bu ki, ənə min şurutiha. Biz imamlar, mənim varlığım bunun şərtlərindəndir. Həm mən sizə düzgün deyə bilərəm ki, Allah nədir? Allah barəsində. Məsəl üçün biz baxırıq tutaq ki, digər məzhəblərin Allahla tanışlığına baxırıq, görürük ki, qəribədir tanışlıqlar. Məsələn, biz Allahı qiyamət günü görəcəyik. Nə bilim, sonra deyirlər, məsələn, Allah gəldi, qiyamət günündə ayağını cəhənnəmdə salacaq, onun baldırı yanacaq. Yəni, bu kimi sözlər danışırlar. Biz deyirik ki, yox, Allah belə deyir. Ya deyil, Allahın əli var. Biz başa düşdüyümüz kimi deyil, amma var Allahın əli. Bunlar təvhidə daban-dabana zid sözlərdir. Ya, məsəl üçün deyirlər ki, Allah hər 4-cü gün göydən yerə enir. Bunu imamlar gəlib bizə düzgün Allah ələ tanıtdırırlar. İnformasiya cəhətindən də gəlib bunlar düzgün deyilsin. Ya, məsəl üçün namaz barəsində imam gəlir, müxtəlif sözlər deyir. İmam bizə gəlir, yol göstərir, deyir ki, biz Peyğəmbərin
balalarıyıq, bizim elmimiz var və biz bilirik ki, imam namazın düzgün qaydası necədir. Məsələn, imam çoxlu sözlər deyir. İmam deyir ki, İmam Sadiq əleyhissalamın xüsusi sözləridir bu. Fiqdə bu keçir İmam Sadiq əleyhissalam. İmam Sadiq əleyhissalam deyir ki, Fatihədən sonra amin demək olmaz. Amin demək batildir. Əlləri belə eləmək namazı batildir. Möhürsüz möhürsüz yəni torpağa olmadan səcdə istənilən şeyə səcdə olmaz. Şərti var belə olsun. Və namazdan dönmək olmaz. Dəstəmaz belə olmaz, gərək belə olsun. Bunlar hamısı imam deyir. Sən demə o bizə deməz düzgün. Bizim gedərik axirətdə görərik ki, heç biz düzgün eləməmişik. Çünki imam bizə deyə bilər ki, peyğəmbər necə eləyirdi. İmam bizə deyə bilər. Həzrət Əli, Həzrət Həsən, Həzrət Hüseyn, Həzrət Səccad əleyhissalam deyə bilər bizə. Nəinki onların tələbələri. Onların tələbə İmam Sadiqin tələbələridir. Bu birisi məzhəblərin baniləri. Tələbə yox, imam deyə bilər və o imam ki, onun barəsində hədislər var və peyğəmbər sözləridir. Bunlar ona görə də həm görürsüz təşri cəhətdən zərurətdir. Ona görə deyir ənə min şurutə. Biz demək istəyirəm ki, bu iddia var ha. Bunun əsası var və mən onu izah eləyirəm. Mən onun şərtlərindənəm, ona görə ki, mən düzgün informasiyanı deyə bilərəm, mən düzgün göstərişi deyə bilərəm və seyr-i sülükə tərəf getmək istəyənlərə də mən düzgün yol göstərərəm. Mən deyərəm sənin nəfsində nə problemlər var, nəfsin hansı xüsusiyyətləri var, dünya ona necə təsir edir. Bunlar hamısı mən bilirəm. Bax, bu bunun təşri tərəfi. Bir də mənəm sənin eşqivin ünvanı, mənəm sənə munis olan, mənəm sənin sevəcəyin kəs. Mənə diqqət eləməyinlə görəcəksən. Bax, bunu Ərbəyin yolunun yolçuları bunu görür. Hər il bu eşqi, bu ləzzəti görür. Əyyam-ı Fatimiyyədən çıxanlar, Məhrəm Əslərindən çıxanlar, Həzrət Əli aşiqləri yaxşı bilirlər ki, ürəkləri necə nuraniləşir və onların Allaha məhəbbət artır. Bəzən belə təsəvvür yaranır ki, Şiə ancaq İmam Hüseyni sevir, Allah yaddan çıxır. Allaha and olsun ki, Həzrət Hüseyn əleyhissalama and olsun ki, belə deyil. Əgər belə olsun da biz küfr eləyərik ki, bu nə demək? İmam Hüseyn əleyhissalamın varlığı Allahı bizə daha da yaxşı tanıtdırır və Allaha daha çox yaxınlaşır. Biz görürük ki, onlara belə olmasaydı Allah deməzdi onları sevin. Allah onlara sevin deyib dayı da özü ilə imamların arasında problem yaratmazdı ki. Allah deyir sevin, niyə sevin? Çünki sevmək sizi, ruhunuzu təkamülə çatdırır, siz məni daha yaxşı hiss eləyəcəksiniz. Ya eyyuhəlləzinə əminu yox, əminu billah mərhələsinə keçirsiniz. Yəni zehində, əqildə Allah qəbul eləyənlər yox. Qəlbən Allah qəbul eləyən mərhələsinə keçirsiniz. Bunlar çox danışmışıq, amma bunlar elə sözlərdir ki, təkrar yeri var. Ona görə imam qətiyyətlə deyir ki, ənə min şurutiha. Və mən onun şərtlərindənəm. Allahın qalasına daxil olma şərti var. Doğrudan da görürük ki, həmin o nərdivan kimidir. Bu iki sistemi almadan Allahın qalasına necə daxil olma? Allahın qalası bəyəm hərəkət edib gedib girməklədir. Bəyəm o nə icazə, belə şey yoxdur ki, o hərəkətləndir. Hərəkətlə, keçidləndir. Onu ancaq imam təyin eləyə bilər. Aydındır ustad. Baxmayaraq ki, biz imamət barədə çox eşitmişik, çox öyrənmişik sizdən. Bu dəfə imamətdən təvhidə olan bu təqdimat özü yeni bir cığır açdı sanki fikirlərimizdə. Təşəkkür edirik. Ustad, deməli biz həm keçən dəfə, həm bu dəfə danışdıqlarımızı nəzərə alanda və bu imamın həm də qeybdə olduğunu biz keçən dəfə də danışdıq. O həm də qeybdə olan bir ilahi övliyadır. Bu danışdıqlarımızla əslində biz həm də nəticə alırıq ki, yəni bütün şərtlərə rəğmən, hətta qeybə rəğmən o imamdırsa, yəni Onu da şamil olur. Bəli, ona da Mütləq şamil olur. Olmazsa ki, olmaz. Çünki imamdırsa, onda bu var. İndi o ki deyir mən bulud arxasındakı günəş kimiyəm. Yəni ola bilsin ki, təkcə də imam zaman deyil, elə o birislərin dövründə də bəziləri bir yerə qədər artıq edirdilər, bəziləri azərdə o zamana uyğun şəkildədir. Amma kamili onların ixtiyarındadır. Nə qədər eləyə bilərlərsə, təbii ki, onu eləyirlər. Belə demək olar. Bəli, bu həm də bizim belə deyim, ürəyimizi soyudur, sakitləşdirir ki, biz qeybdə olan imamdan da həm siz keçən dəfə dediyimiz şəkildə təkvinin bir hissəsi olaraq, indi də elə bugün də toxunduğumuz kimi munis olaraq ondan danışaraq, həm ondan feyz aldığımızı başa düşə, həm də onun özünə həvalə olunmuş müəyyən işlərdən faydalanaraq biz doğrudan da ondan bu ünsiyyətdə ola bilirik, ona çata bilirik. Və bu cəhətdən faydalıdır imam. Yəni imam təkvini cəhətdən də qeybdə olsa da yenə də faydalıdır. Həm bir dəfə o əvvəldə də danışdığımız kimi, həm imam özü ilahi övliyadır deyə Allahdan yer üzünə gələn hər bir şeydə feyz vasitəsidir. Allahın höccətinin hər bir zamanda
ona görə də bir bu tərəfdəndir və imam bütün hər bir şey onun nəzarətindədir. Çətinlikdə olanların hər bir şey onun nəzarətindədir. Nə bilim, xəstə olanlar, ehtiyacı olanlar, möminlərin hər bir şey onun nəzarətindədir. Hətta Şeyx Müfidə yazdığı məktubdadır, səhv etmirəmsə. Ya amma onun hədisi də Həzrətin öz dilindəndir. Həzrət buyurur ki, əgər bizim sizə nəzərimiz olmasaydı, siz çoxdan məhv olardınız. Bizim mütləq sizə nəzərimiz var. Bu şeylərin hamısı onu göstərir ki, bəli, onun o təkvini, varlığı da bizə şamildir. Təşrisində də demək olar, indi öz dövlətində, bayaq dediyim kimi, o özünü göstərəcək. Orada deyəcək ki, mən necədir, necə imamam, imam nələri açıb deyə bilər. Amma indi də o təşriyi cəhətdən də eləyir. İndi biz tam onu bilmirik nəyi necə eləyir. Məsələn, bəzi alimlər barəsində var, məsələn, alimlərə yol göstərdi falan, bu kimi şeylər var. Mən o detallara çox girmək istəmirəm. Amma öz təşriyi, imamətini də həyata keçirir və təkvinisi də onun kimi ki, insanlar onun varlığından, möminlər onun varlığından sanki belə deyək, həm psixoloji, həm ruhi şəkildə qidalanırlar. Siz deyən kimi ondan ünsiyyət tapırlar və o onların real olaraq imamıdır. Yəni sizə bir söz deyim, məsəl üçün hər bir müsəlman, xüsusən də şiədə öz keçmişdə istər peyğəmbərin dönəmində olan kəslərin varlığı var. Məsələn, peyğəmbər dönəmindəki səhabələr. Onların hər hansı peyğəmbərlə olan münasibətini eşidəndə insan necə belə deyək, tutaq ki, riqqətə gəlir qəlbi. Qəribə bir hal alır, deyir ki, kəş mən də orada olayım. Həsrət yaranır. 100% yaranır. Bu özü əla bir şeydir. Ya məsələn, Həzrət Əli ilə olan hadisələrdə görürsən ki, Salmandan tutmuş, Malı Kəşlərə qədər, Məhəmməd ibn Əbu Bəkir və digərləri, Əmmar Yasir və başqaları gəlib özünü imama necə təqdim edirlər. Biz bunu baxırıq. Ya İmam Hüseyn əleyhissalamın Kərbəlasında ona qoşunurlar və s. Bütün bunları insan biləndə, eşidəndə sanki içindən bir ey kaş keçir. Belə bu hisslər ki var insanda yaranır. Niyə? Ki kəş mən də ilahi övliyanın zəmanəsində yaşayaydım. Kəş mən də ona xidmət eləyəydim. Onun üçün hədislərdə var ki, kim yaxşı müntəzir olsa, bax öz qeybdə olan imamı ilə bu rabitəni düzəldə bilsə, nə olsun ki birbaşa görmür. Amma onun varlığını düşünüb, ondan munis olsa, ona təvəssül etsə, ondan danışsa, həmişə onu yad eləsə, işlərini ona tapşırsa, ondan kömək istəsə, bu kimi şeyləri eləyə bilsə, hədisdir də, bu indi inşallah intizar mövzusundan da yəqin danışarıq gələcəkdə. Orada da bu hədislərin bir hissəsini oxuyarım. Orada deyilir ki, hər kəs belə etsə, elə bil ki, Peyğəmbərin dönəmində Peyğəmbərə xidmət eləyən kimidir. Bədir döyüşçüləri kimidir, belə deyir. Ya başqa bir yerdə deyir ki, elə bir İmam Zamanın xeyməsində olan adam kimidir. Niyə? Çünki o effekti alır. Bilirsiniz, yəni orada olmaq insana nə qədər şərafət bəxş eləyirdi və ruhuna kamal bəxş eləyirdi. İmamın görmədən bu şeylərə sahib olursa, sanki o qədər fəziləti aparır. Yəni o qədər, belə deyək, əgər savab kimi düşünürsə, o qədər savab aparır. Əgər təkamül kimi düşünürsə, o qədər ruhu qidalanır. Əgər psixoloji aramlıq kimi düşünürsə, o qədər psixoloji aramlıqlar artıq ona şamil olur. Bilirsiniz, bax bunun hamısı buna. Ona görə də Peyğəmbər buyurdu ki, mənim qardaşlarıma salam olsun. Dedilər ki, ya Rasulallah, bizi deyirsən, dedi, yox. Siz mənim əzizlərimsiz, səhabələrimsiz. Amma bir vaxt gələcək ki, mənim adımı kitab üzərindən oxuyacaqlar. Siz məni görürsünüz, söhbətimi eşidirsiniz, xütbəmdə olursunuz. Mənə hər cür, siz mənə bağlısınız, bu çox yaxşıdır. Amma bir ümmət olacaq ki, onlar heç məni bir dəfə də görməyiblər. Amma görməyə onlar mənə bağlıdırlar, məni sevirlər, mənim şəriətimə əməl eləyəcəklər. Yəni sizin kimi. Amma onların sizdən fərqliliyi budur ki, onlar öz zehniyyətləri ilə məsələlərə daxil olacaqlar. Elmləri ilə, ağılları ilə məsələlərə daxil olacaqlar. Sanki bizi görürmüş, məni görürmüşlər kimi eləyəcəklər. Bu daha çətindir axı. Ona görə də onlar mənim qardaşlarımdır. Onlar daha fəzilətlidirlər. Peyğəmbər bax belə buyururdu. Allah barəsində də deyilir. Peyğəmbər buyurur ki, Allahı Əbazarın nəsihətində buyurur ki, ey Əbazar, Allahı elə hiss elə ki, sanki onu görürsən. Yaxşı. Niyə? Çünki sanki onu görürsən, yəni zehni olaraq, əqli olaraq bu şeyə çalış. İndi axirət zamanın möminləri də həm Peyğəmbər barəsində, həm öz imamları barəsində eynidir. İmam Hüseynin dövründə olanlar onu görürdülər, İmam Əlidə və digər imamlarda. Amma bu ümmətin də işi budur ki,
bilsin, bax bu podkastın xeyir tərəfləri budur da, bu və bu kimi şeylərdir. Bilsin, başa düşsün və o qeybət pərdəsi ki var, həmin o günəşin qarşısındakı bulud. O bulud onun günəşi onun yadından çıxarmasın. Bilsin ki, günəş var və mən günəşə aid bütün plan proqramlarını həyata keçirsin. Yəni insan bilsin ki, qeybət pərdəsi varsa da, amma bu pərdədir də mən zehnimlə bunu əqlimlə bunu aşa bilərəm və mən yenə də imamı görmədən də ondan munis ola bilərəm. Görürsən, o məni eşidir, eşitmir. Əgər diridirsə və ladunni elmi varsa və onun əgər əzəmətli qüdrəti varsa, o məni eşidir, görür. Və sair imamların barəsində bu sözlər çoxdur da, onlar eşidirlər, görürlər. Nəinki imamı ariflər barəsində də bu sözlər keçərlidir. İrfanda, təsəvvüfdə bu sözlər çox keçər. Yəni təsəvvüf ona görə deyirəm ki, bu əhl-i-sünnətin irfanında onlar yaxşı bilirlər ki, ariflər belə özləri başqa məkanda olan şeylərdən xəbərdar ola bilirlər. Məsələn, Həzrət İsa əleyhissalam möcüzələri barəsində deyirdi ki, mən Quran ayəsi deyirdi ki, mən körləri şəfa verirəm, xəstələrə şəfa verirəm və mən deyə bilərəm sizin evdə saxladıqlarınızdan və yediyiniz yeməklərdən xəbər verə bilərəm sizə. Bunu da ya İsa sən bəyəm Allahsan? Yox, Allah deyirəm. Bəs necə ola bilər ki, cəmaatın, möminlərin evlərində yediyi yeməklərdən? Çünki mənim ruhumun belə qüdrəti var. İnsanın ruhu qüdrətli olanda artıq o şeylərə, qeybdən də müəyyən şeylərə xəbərdar olur. Yəni İmam Zaman əleyhissalam da arif deyil, Allahın hüccətidir, kamil insan. Onun bizim hər bir şeyimizdən xəbərdardır deyə biz ondan danışa bilirik, ünsiyyət qura bilirik və onu sevə bilirik. Onun varlığı bizim ruhumuzu qidalandıra bilir. Onu var olaraq görürük. Nə olsun bu gözümüz görmür. Yaxşı, birdən bir insan Həzrət Əlinin dönəmində yaşayaydı. Məsələn, Üveys Qərani. Üveys Qərani heç vaxt görmədi peyğəmbəri. Amma necə peyğəmbər varmış kimi kamala çatmışdı. Bilirsiniz, Üveys Qərani irfanda da onun müəyyən mərhələlərdə olduğu deyilir. Necə görmədən? Yəni görmədən mümkündür. Zaten görən tərəf, toxunan tərəf həmin o hiss üzvləridir də. İnsan hiss üzvlərinin fövqünə çıxa bilər. Necə ki, məsələn, görmə qabiliyyətini itirən kəslər. Necə ki, eşitmə qabiliyyətini itirən kəslər. Onlar necə bir şeylərdən faydalanırlar? Ya peyğəmbərdən, ya imamlardan. Bu günlərdə qeybət bizim üçün sanki bu vermə. Yəni bizim hiss üzvlərimiz ki var, görmə, eşitmə bundan kənardadır. Nəinki özü yoxdur. İnsan ruhu olaraq, ruhu ilə və psixoloji olaraq ondan həmin o varlığını hiss edə bilər. Deməli, biz İmam Zaman əleyhissalamın təşrisini dedik, təkvini cəhətdən də biz ondan qidalana bilərik. O həm təkvini cəhətdən bütün aləmə ki öz imamlığını yerinə yetirir, feyzini verir. Bu başqa məsələdir, bu çox dərin məsələdir. Eyni zamanda biz özümüz də ondan bax onun bu kəmalından bunları ala bilirik. Buna komment eləyə bilmərəm. Həqiqətən İmamətin təqdimatından sonra Xilaskar çox sevimlidir. Bu səbəb olur ki, biz onun görmək həsrətində olaq. Biz onu və insanın qəlbi nuraniləşdikcə və qəlbən onu hiss elədikcə artıq dözə bilməz. İstəyər ki, onun bir dəfə camalını görsün, istəyər ki, onun dövlətində yaşasın, istəyər onu imamət elədiyi mühitdə olsun. Mən də onun imamət elədiyi mühitdə olum, mən də onun xütbələrini eşidim. Bax, bu şeylər yaranar insanda təbii ki. Çox sağ olun ustad. Minnətdarıq. Bizi böyüdürsünüz həqiqətən bu mövzuların içərisində. Siz sağ olun. Təşəkkür edirəm dəvətiniz üçün.